olmaqdan şərəf hissi duyuram. 13-cü Qlobal Bakı forumunda burada Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur və mən hər birinizə bu önəmli tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalıymış kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə, növbəti günlərdə bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün sizin təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik. Bu prosesə başlamaq üçün Zat aliləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bir yerdə olmaqdan şərəf hissi duyuruq və o çıxışında fikirlərini bizimlə bölüşəcək. Cənab Prezident, buyurun, söz sizindir. Təşəkkür edirəm. Hörmətli xanımlar və cənablar, sabahınız xeyir. Bütün qonaqlarımızı salamlayır və forumun bütün iştirakçılarına xoş gəlmisiniz deyirəm. İlk növbədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrləri xanım Viki Fraybergaya və cənab Serageldinə, idarə heyətinin üzvlərinə, həmçinin mərkəzin bütün kollektivinə bu illər ərzində nümayiş etdirdikləri yüksək səviyyəli fəaliyyətə görə minnətdarlığımı bildirmək istərdim. Bugün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm. Bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcədə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı forumuna gəldikdə isə bu çox nüfuzlu beynəlxalq tədbirdir. Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir. İştirakçıların, prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai xadimlərin, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar. Qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər. Bu ilki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir. Lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, 10 illiklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillərdir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, İşğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən biz artıq sülh şəraitində yaşayırıq. Hələlik cəmi 7 aydır. Bu bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə
cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT nizamnaməsi onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik. Milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20% işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, müasir dedikdə son 10 illikləri nəzərdə tuturam. Nadir bir təcrübədir. Ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçüncü təcrübə isə sülh təcrübəsidir. Sülhə necə nail olmaq olar? Bu isə asan iş deyil. Biz görürük ki, uzun müddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir. 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət 2 ildən az çəkdi. Hesab edirəm ki, bu normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu iki ölkə tərəfindən verilmiş bir qərar idi. Və indi biz, qeyd etdiyim kimi, 7 aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm. Sülhdən daha yaxşı heç nə yoxdur. Zənnimcə, dünyada hazırda baş verənlər, yeni gərginlik nöqtələrinin yaranması və uzun müddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və layiəqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız, hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.
Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik. Sülh sazişi 7 ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür. Atəş açılmır, artıq heç bir qurban və itki yoxdur. Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla göstərdik ki, biz uzun müddətli deyil, əbədi sülhə sadiqik. Bu bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaq görən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi. Biz gücdən istifadə edərək sülhə nail olduq və bugün bunu nümayiş etdiririk. Bəzən bunu etmək zəruridir. Xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir. Biz Ermənistanla sülhə nail olduq. Biz deyərkən Azərbaycanı nəzərdə tuturam. İsrar etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və iki tərəfli formatda heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu sadəcə nəzəriyyə deyil. Bu bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq. Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır. Bu yanlışdır. Çünki bir çox ölkələrin neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var. Və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çöktükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC Plus formatının məsuliyyətli üzvü olaraq tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıyıq. Ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC Plus-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir. Bugün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji segmentlərinin neft, qaz, neft məhsulları, neft kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il düz bir il əvvəl görüşdüyümüz zaman
Bizdən qaz alan ölkələrin sayı exactly a year ago. 12 idi. At that time, Bu il ərzində bu göstərici 16-ya yüksəldi receiving our gas, the number və onların hamısı Azərbaycandan qazı the number grew to boru kəmərləri vasitəsilə alır. and all of them receive Beləliklə, gas from Azerbaijan by boru pipeline. kəmərləri vasitəsilə As an exporter təbii qaz of ixracatçısı gas by kimi pipelines, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. in the world. And the volume of İxrac həcmi artmaqda davam edir və artacaq. and this is Bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. and now also Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi Azerbaijan enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək. contribution to energy security. And the third Mövcud çağırışlar kontekstində bugün əhatə etmək istədiyim üçüncü mövzu based on the isə bağlılıqdır. challenges is connectivity. We see Biz that görürük ki, conflict münaqişələr lead to ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur routes, və bu creates həm enormous insanlar, həm ölkələr, to people, həm iqtisadiyyat, to countries, həm də tədarük zəncirləri üçün supply chain. böyük çətinliklər yaradır. And when connectivity Bağlılıq və nəqliyyat marşrutları pozulduqda most of the dünya ölkələrinin əksəriyyəti community çox çətin vəziyyətlə üzləşir. difficult situation. So here in Azerbaijan, Azərbaycan largely in qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. and today Bugün biz indispensable şərq-qərb və şimal-cənub dəhlizləri üzrə əvəz olunmaz tərəfdaşıq və əslində həm orta dəhlizdə, həm də şimal-qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran northwest corridor. yeganə ölkəyik. And both corridors Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri projects of construction fully complete. tam şəkildə başa çatdırılmışdır. İndi isə biz mövcud dəhlizlərin yük aşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq. Çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Growing. And we provide a Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, to the east həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. now we are working Hazırda isə Ermənistanla peace sülh əldə edildikdən sonra orta dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik. Bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bugün belə olmadığı halda müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. is not. And this will allow Bu isə us bizə to connect Azərbaycanın iki hissəsini, əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, fiber həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. so Beləliklə, for us bu bizim üçün, yəni ümumilikdə hamı üçün win situation qarşılıqlı uduşlu vəziyyət yaradacaq. who really want to Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar. Çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. will create Artıq qeyd etdiyim kimi yeni istiqamət yaradacağıq. Bu isə bir çox ölkə üçün faydalı olacaq. benefit of many countries. Don't want to take much of Vaxtınızı your çox time. I almamaq think üçün here çıxışımı burada yekunlaşdıracağam. just touching upon Yalnız təcrübəmizin olduğu məsələlərə və bugün beynəlxalq gündəmin bir nömrəli mövzularına toxunmaq istədim. number one. And the last point Son olaraq coming back Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığımıza qayıdaraq to the National Center, bir daha onları təbrik etmək və COP29-un uğurlu keçirilməsinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. NGIS Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
hosted ondan çox panel müzakirəsi təşkil etmiş, çoxsaylı müzakirələrdə iştirak etmiş və COP29 uğruna fəal töhfə vermişdir. COP29. Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətini və bütün kollektivini forumda fəal iştiraka dəvət edirəm. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb, dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.